Oyna Oyna filminin radxası olan Smita Patil haqqında bugün sizlərə məlumat veririk. Smita Patil 1955-ci ildə Hindistanın Maharashtra şəhərində anadan olmuşdur. Atası Shihivaro Patil siyasətçi, anası Vidyati Patil isə tibb bacısı idi. Smita teletamaşaçı kimi karyerasına başlayıb və Marathi dilində xəbər aparıcısı olub. Uşaqlıqdan ağıllı, emosional və macəraçı xarakterə malik idi. Adının mənası gülümsəyən qadın mənasını verir. O, Hindistanın ən böyük aktrisalarından biri hesab olunur. Həm də ən parlaq ulduzlarından biri olub. Qısa, lakin intensiv karyerası ərzində 80-dən çox filmdə oynayıb. O, güclü, dərin, realistik personajları ilə tanınıb. Onun aktyorluğu təbii, emosional və cəsarətli idi. Xüsusilə qadınların hüquqları, kənd həyatı və sosial problemləri əks etdirən rollarda oynayıb. Smita 74-cü ildən filmlərə çəkilir. 84-cü ildə hələ 30 yaşında olmayanda Fransada La Rochelle festivalında və Fransız kinotekasında xüsusi şərəfə layiq görülüb. 85-ci ildə Hindistanın 4-cü ən yüksək mülki ordeni Padma Shri mükafatına layiq görülüb. Onun Sovet dövründə tanınan filmi isə Oyna Oyna filmi olmuşdur. Bu film ona böyük uğur gətirdi. Bu filmdən sonra böyük mükafatlar qazandı. Smita Patil 87-ci ildə siyasətçi Raj Babbarla evlənir. 88-ci ildə Smita övladını dünyaya gətirəndə güclü qanaxma keçirir və həkimlər onun həyatını xilas edə bilmirlər. Beləliklə, gənc aktrisa 33 yaşında vəfat edir.